Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda günlərcə qalsa belə boyatamayan çox dadlı peçenya reseptini sizinlə paylaşıram. Asan tapılan ərzaqlarla tez bir vaxtda hazırlaya biləcəyiniz umaclı, cemli, ağızda əriyən, çay süfrəsinə yaraşan ləzzətli bir şirniyyatdır. İndi keçək peçenyaların hazırlanma qaydasına. Peçenya umaclıdır, ona görə əvvəlcə umacı hazırlayıram. Bunun üçün ərzaq qabına 200 ml stəkanla 2 stəkan un tökürəm. Un ələnmiş undur, çəki ilə 260 qram un eləyir. Üzərinə 100 qram doğranmış kərə yağını əlavə eləyib əlimlə ovuşdurub umac halına gətirirəm. İstəyə görə kərə yağını margarinlə də əvəz eləmək olar. Hazır umacın üzərinə 2 dolu xörək qaşığı şəkər tozu əlavə eləyirəm. 1 paket 5 qram şəkərli vanil, çay qaşığının 1/3 qədər duz, 1 çay qaşığı qarğıdalı nişastası, 1 çay qaşığı da qabartma tozu əlavə eləyəndən sonra bu ərzaqları da əlimlə biraz qarışdırıb ovuşdururam. Sonda peçenyaların üstlərinə səpmək üçün hazırladığım umacdan tam dolu olmayan bir xörək qaşığı qədər ayırıram, qoyuram bir kənara. Qaşıqla umacın ortasında oyu qaçıram. Sındırdığım bir ədəd yumurtanı əlavə eləyirəm. Otaq temperaturunda olan 50 ml süd tökürəm. Qaşıqla 5 xörək qaşığı süd eləyir. Əvvəlcə yumurtanı südlə bir yerdə umacın içində qarışdırıram. Artıq qarışdırmaq çətin olduqda əlimlə xəmir yoğururam. Xəmiri çox yoğurmuram, elə bir yerə yığıb bir kündə halına gətirirəm. Bu ölçü ilə artıq un istifadə eləmədim, elə götürdüyüm un bu ölçüyə bəs elədi. Videolarımda qeyd eləyirəm, amma unun çəkisi yumurtanın ölçüsünə bir də növünə görə dəyişə bilər, az ya da çox ola bilər. Belə gördüyünüz kimi yumuşaq, ələ yapışmayan bir xəmir alındı. Xəmirin üstünü örtüb bir 10 dəqiqə gözlədirəm. Xəmir yağlı xəmir olduğu üçün çox undan istifadə eləmirəm, elə az miqdarda un səpirəm. Xəmirin də üstünə bir az un səpib oxlovla yayıb yayma açıram. Nə çox qalın, nə çox nazik, təxminən bir 3 mm qalınlığında yayma yayıb açıram. Xəmir çox yaxşı xəmirdir, çox rahatlıqla da yayıb böyütmək olur. Yaymanı 4 bucaq şəklində yaymaq lazımdır ki, doğrayanda da çox rahat olsun. Xəmiri yayandan sonra peçenyaları hazırlamaq üçün kvadrat şəklində doğrayıram. Hər iki tərəfdən uzunsov şəkildə kəsərək xəmirə kvadrat şəkil verirəm. Kənar hissələrində gözəl görünməsi üçün onları da kəsib çıxardıram. Kəsdiyim xəmir parçalarını videoda göstərdiyim kimi bir tərəfini üstünə gətirib hər iki uc hissələrini əlimlə sıxıb bərkidirəm. Ortasını barmağımla biraz üstündən basıram. Xəmir bir-birinə yapışır, ortasında oyu qəmələ gəlir, orada cem əlavə eləyəcəm. Hamısını eyni qaydada bir tərəfini üstünə gətirib, kənar hissələrini əlimlə sıxıb bərkidib, ortasını barmağımla sıxaraq oyuq açıram. Belə gözəl peçenyalar hazırlayıram. Hamısını eyni qaydada hazırlayıram. Peçenya üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Hamısını hazırlayandan sonra yağlı kağız sərdiyim formaya düzürəm. Sıxma torbasına 2 xörək qaşığı qədər cem yığmışam. Cemi sıxma torbasından sıxaraq oyu qaçdığım hissələrə əlavə eləyirəm. Hamısına cem əlavə eləyirəm. Mən şaftalı cemindən istifadə elədim. Siz öz zövqünüzə görə istədiyiniz cemdən istifadə eləyə bilərsiniz. İstəyə görə cemi şokolad yağı ilə də əvəz eləmək olar.
Hamısına cem əlavə edəndən sonra sonda ayırmış olduğum umacdan cemin üstündən səpirəm. Belə gözəl gül şəklində peçenyelər hazırlayıram. Peçenyeləri bu qaydada hazırlayandan sonra öncədən qızdırdığım 180 dərəcəlik sobada 15-20 dəqiqə pişirirəm. Peçenyelər artıq bişib hazırdır. Çox gözəl peçenyelər alınıb. Altı yaxşı pişib, qızarıb, üstü çox qızarmır. Qoyuram, qalır, tam soyuyur. Soyuyandan sonra istəyə görə üzərinə şəkər pudrası da səpmək olar. Çay süfrəsinə yaraşan çox dadlı, kövrək, ağızda əriyən gözəl peçenyelərdir. Görünüşü də gözəldir, dadı da çox ləzzətlidir. Umaclı, dadlı, cemli bir peçenye reseptidir. Siz də hazırlayın, hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyən düyməsini basmağı, dostlarınızla paylaşmağı, yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.